Və qeyd edim ki, hazırda favorit ad İbrahim Reisi sayılsa da, onun namizədi, onunla əsas rəqabət aparan şəxs də elə Əbdülnasir Himmətidir. Qeyd etdiyimiz kimi seçki prosesi hələ davam edir. Necədir? Yəni kim qalib gələ bilər? Reisi mi, yoxsa Himmetinin də şansı varmı? Və bu şəxslərin ümumiyyətlə siyasi görüşü necədir? Seçiləcəyi təqdirdə İranda siyasi, daxili və siyasi istiqamət, münasibətlər hansı formada davam edə bilər? Bunları müzakirə edəcəyik. Politolog Məhəmməd Əsədullazadə hazırda bizimlə canlı bağlantıdadır. Məhəmməd bəy, salamlayırıq sizi. Hər vaxtınız xeyir. Axşamınız xeyir, hər vaxtınız xeyir. Məhəmməd bəy, qeyd etdiyimiz kimi seçki keçirilir, səhər saat 7-dən başlayıb və favorit ad İbrahim Reisidir. İlk olaraq qısaca İbrahim Reisi haqqında informasiya almaq istəyirik. Reisi siyasi görüşünə görə necə tanınır? Sizcə bu seçkidə, prezident seçkilərində, yəni İranın 8-ci prezidenti ola biləcəkmi? Ümumiyyətlə, İbrahim Reisi İran siyasi sistemində xüsusilə sərxərb tərəfdarı kimi tanınır və ali dini rəhbər Seyid Əli Uzman xanımya yaxın bir şəxsdir və uzun müddət İranın Ədliyyə Naziri, Baş Prokuroru və məhkəmə hakimi olur və onun ümumiyyətlə xarakteristikası elədir ki, o İranda insan hüquqlarına qarşı sərt həyata keçirir və ümumiyyətlə İranda cəza aparatının rəhbəri kimi xarakterizə olunur. Ümumiyyətlə 4 il bundan əvvəl keçirilən prezident seçkilərində İbrahim Reisi islahatçıların namizədi Həsən Ruhaniyə uduzdu və ikinci yerə çıxdı və indi hazırda İranda bu günləri keçirilən seçkilərdə əsas favorit mühafizəkarların namizədi İbrahim Reisidir və ona qarşı demək olar ki, İranın Məsləhətlər Şurası, Daxili İşlər Naziri ona qarşı konkret şəkildə islahatçıların ən favorit namizədlərini, Əli Larijani və digərlərini buna alternativ kimi buraxmadılar. Demək olar ki, indiki İran seçkilərində mütədillər və islahatçılar, mühafizəkarlar və sərxərb tərəfdarlar. Ümumiyyətlə, indiki İran sistemində mühafizəkarlarla sərt islahatçıların yarışı gedir və göründüyü kimi indiki seçkilərdə mühafizəkarlar daha öndə getdi və İranın dini sistemi islahatçıları bu prosesdən kənarlaşdırdı və ən zəif bəndi islahatçıların namizədini seçkilərə buraxdı. Bu Əbdülnasir Himmətidir, bu Mərkəzi Bankın sədri olub, müəyyən imza malik olsa da düşünürəm ki, hazırda bu seçkilərdə bütün sistem, İranın dini sistemi, ümumiyyətlə Sepah və digər silahlı qüvvələrin komandanlıqları, ümumi aparat birbaşa İbrahim Reisini dəstəkləyəcək. Amma düşünürəm ki, İbrahim Reisi seçkilər qələbə qazansa da indi İranda seçkilər hazırda ABŞ-ın İrana qarşı sanksiyaları fonunda, həmçinin nüvə danışıqları prosesi fonunda keçirilir və bu proseslər ümumiyyətlə İranın bundan sonra hansı xarici, daxili və xarici siyasət prioritetləri bundan sonra daha da aydınlaşacaq. Amma İran daxilində əhalinin bu seçkilərə etimadı çox zəifdir. Demək olar ki, 50 milyondan bir qədər artıq İran əhalisi səs vermə hüququna malikdir, amma bunun 40 milyonu proqnozlaşdırılır bu seçkidə iştirak etsin və İran əhalisi artıq digər seçkilərdən fərqli olaraq bu seçkilərdə bir o qədər də əhval-ruhiyyədə deyil. Çünki artıq namizəd bəllidir, bu İbrahim Reisidir. Çünki bu ali dini rəhbərin xeyir duasını almışdı və onun seçilməsi artıq gözlənilir. Ümumiyyətlə, İbrahim Reisi seçiləndən sonra bunun ABŞ-la və Qərblə əlaqələri hansı istiqamətdə olacaq, daxili siyasətdə hansı testlər həyata keçirəcək. Amma düşünürəm ki, Qərblə çox ciddi problemləri yaşanacaq. Xüsusilə insan hüquqları məsələsində Qərblə ciddi problemlərin olacağı gözlənilir. Çünki qeyd etdiyim kimi İbrahim Reisi birbaşa İranda insan hüquqlarına qarşı sərxərb tərəfdarıdır. Nüvə anlaşmasına gəlişdiksə, indi Amerika ilə İran arasında Viyanada müəyyən danışıqlar həyata keçirilir. İran 2015-ci il nüvə anlaşmasına qayıtmaq istəyir və bu gündə Amerika müəyyən sanksiyaları aradan götürüb. Amerika hazırda İranla ümumi şəkildə yaxın şərq strategiyasına uyğun olaraq
nüvə anlaşmasına gedib İranla əməkdaşlıq etmək istəyir. Çünki yaxın şərqdə geosiyasi şərtlər bunu tələb edir və hazırda da Birləşmiş Ştatlarda da prezident dəyişib, yeni prezident var və İranda da artıq yeni prezident seçilir. Siz də vurğuladınız, Amerika bəzi sanksiyalar, iqtisadi sanksiyalar, İrana qarşı olan iqtisadi sanksiyaları aradan götürüb. Onda bu münasibətlərdə biz yaşıl işıq görə bilərik. Əlbəttə ki, müəyyən sanksiyalar aradan götürüləcək. Qeyd edim ki, əvvəlki illərdə mühafizəkarlar ABŞ-a qarşı çox sərt siyasət həyata keçirirdi və çalışırdılar ki, Qərbin sanksiyaları qüvvədə qalsın və onlar bununla hakimiyyətdə qalırdılar və amma indiki vəziyyət isə İranda sanksiyalar Trump hakimiyyətə gəldikdən sonra 2017-ci ildə İrana qarşı çox ciddi şəkildə sanksiyalar tətbiq olundu və bu sanksiyalar nəticəsində İranın iqtisadiyyatı, sosial vəziyyət daha da çətinləşib. İndi mühafizəkarları hakimiyyətə gələn qüvvələri də əsas düşündürən ölkənin iqtisadiyyatıdır və onlar nə olur olsun bu Amerikanın sanksiyalarının yumuşaldılması və iqtisadi vəziyyəti dirçəlmək istəyirlər. Əvvəl İbrahim Rəisi əvvəlki illərdə də İranla ABŞ-la sərxərd tərəfdarı idi, nüvə enerjisini, uranın zənginləşməsini həyata keçirilməsinin tərəfdarı idi. İndi isə hakimiyyətə gələcək prezident olacaq, amma ABŞ-la yenə də dialoq davam etdiriləcək, nüvə anlaşmasına qayıdılacaq və İrana qarşı iqtisadi sanksiyalar aradan götürüləcək. Və düşünürəm ki, və yeni prezident, həm ABŞ-da yeni prezident, həm İranda yeni prezident müəyyən dərəcədə diplomatik əlaqələr qurmasalar da müəyyən bir pozitiv anlaşmaya gələcəklər. İran müəyyən qədər ABŞ-ın yaxın şərqdə strategiyasına qarşı siyasət həyata keçirməyəcək. Daxili siyasətdə də mühafizəkarlar İbrahim Rəisi seçiləndən sonra çalışacaq ki, ölkə iqtisadiyyatını müəyyən qədər canlandırsın və xarici sərmayələri, qərbin sərmayələrini ölkə ərazisinə gətirsin və bununla da növbəti mərhələdə hakimiyyətlərini qoruyub saxlasınlar. Amma digər mərhələdə isə ölkədə yəni də siyasi repressiyaların olacağı, insan hüquqlarının boğulması və bu kimi məsələlərlə bağlı ölkə hakimiyyəti ciddi şəkildə sərxərd siyasətini həyata keçirəcək. Ümumiyyətlə, İranda seçkilər təbii ki, Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki bizim soydaşlarımız, 40 milyon soydaşlarımız orada var. Oradakı 4 namizədin bir neçəsi Azərbaycan dilində də xitabən oradakı Təbrizdə təbliğat, təşviqat kampaniyası apardılar. Orada Azərbaycanlılara yeni bir vədlər verdilər. Və bu kimi məsələlər də göstərir ki, hətta İbrahim Rəisi də Təbrizdə ötən gün təbliğat təşviq kampaniyasında da burada Azərbaycanlılara, soydaşlarımıza da müəyyən vədlər verib. Buranın bölgənin inkişafı, həmçinin milli, mənəvi onlara hüquqların tanınması istiqamətində vədlər verib. Ümumiyyətlə, bu seçkilər əvvəlki seçkilərdən olaraq bir qədər fərqlənir. Baxmayaraq ki, ciddi şəkildə siyasi əhval-ruhiyyədə keçməsə də, Amerika ilə müəyyən dialoq, sanksiyaların qismən aradan qaldırılması gedişir və yaxın şərqdə dəyişən strategiya, həmçinin post-pandemiya dövründə ABŞ-ın yaxın şərqdə İran siyasətində müəyyən dəyişikliklər gedir və 8 ildən sonra mühafizəkarlar hakimiyyətə gəlir. Və ona görə də düşünürəm ki, İran daxilində də müəyyən canlamalar olacaq. Həmçinin burada Azərbaycanlıların da yeni prezidentdən gözlədikləri də reallaşmalıdır. Çünki artıq bir neçə ildə Azərbaycanlılar da onlara verilən vədləri yerinə yetirmədiyinə görə müəyyən küskünlüyə malikdirlər. Düşünürəm ki, indiki prezident müəyyən dərəcədə İranda yaşayan xalqların hüquqlarını tanıyacaq. Qərblə iqtisadi əlaqələri ciddi şəkildə davam etdirəcəklər. Amma İnsan hüquqları, demokratiya sayəsində əlbəttə ki, Qərblə müəyyən dərəcədə konfrontasiya yaşanacaq. Aydın. Təşəkkür edirəm sizə, Məhəmməd bəy. Hazırda İranda prezident seçkiləri gedə-gedə mövcud vəziyyəti və favorit namizədlə bağlı gözləntiləri şərh etdiyiniz kimi, qeyd etdiyimiz kimi hazırda İranda prezident seçkiləri davam edir və gecə saat 12-yə kimi bu proses davam edəcək və hətta 00:30-a kimi də uzana bilər. İndi yekun olaraq, yəni bu saata olan nəticələrlə bağlı
kütləvi informasiya vasitələrində hər hansı bir məlumat yoxdur. Yəqin ki, artıq sabaha qalib kim olacaq, yeni prezident, 8-ci prezident İranda kim olacaq, artıq bu barədə daha dəqiq müzakirəni aparacağıq.